Bismillahirrahmanirrahim. İslamda ailə 5 təməl üzərində qurulur. Birincisi məhəbbət. Ərlə arvad arasında məhəbbət olmalıdır. Ailədə məhəbbət olmalıdır. İkincisi məşvərət. Ailədə ər-arvad arasında məşvərət olmalıdır. Bir iş görən zaman, bir hadisə baş verdiyi zaman. Üçüncü hörmət. Ailədə ərlə arvad arasında qarşılıqlı hörmət olmalıdır. Dördüncü səmimiyyət. Ailədə ərlə arvad arasında bir-birlərinə qarşı səmimi olmalıdırlar. Bir-birlərindən nəyisə gizlətməli deyillər. Beşinci müdiriyyət. Müdiriyyət yalnız ailədə kişiyə aiddir. Əli əleyhissalam buyurub, dünyada elə bir hərəkət yoxdur ki, o sənin bilgin olmasa baş vermir. Yəni, insan ağlı işə salıb, düzgün cavab tapmalıdır. Ailə quran insan iki suala cavab tapmalıdır. Birinci sual niyə? İkinci sual necə? Niyə? Yəni, niyə evlənirsən? Necə? Yəni, ailəni necə saxlamalısan? İnsanın evlənməyə təhrik edən iki amil var. Birinci amil müsbət, ikinci amil mənfi amildir. Mənfi amil odur ki, Allaha yaxınlaşmaq üçün yox, yəni pula, vara, dövlətə görə ailə qurursan, mərhəmətə görə məsuliyyətdən qaçmaq üçün. Bu da sonra ailənin dağılmasına gətirib çıxarır. İkinci amil müsbət amildir. Müsbət amil odur ki, insan Allaha yaxınlaşmaq üçün özünə köməkçi tapır. Bəqərə surəsinin 187-ci ayəsində belə buyurulur. Onlar sizin üçün, siz onlar üçün libassız. Yəni ər-arvad üçün, arvad ər üçün. Hər biriniz digəriniz üçün zinətsiz. Hucurat surəsinin 13-cü ayəsində isə belə buyurulur. Bir-birinizi yaxından tanıyasınız. Hətta ağzınızın qoxusunu biləcək qədər. Sonra problemlər baş verməsin. Evlilikdə yarısını tapmaq el arasında belə bir söz işlədilir. Yarısını tapmaq yoxdur. Yar və yavar var. Yar yardımcı deməkdir. Yəni Allaha tərəf getməkdən ötürü insan özünə köməkçi tapır. Bir-birinə köməkçi olmaq, yardımcı olmaq yar və yavardır. Allaha yaxınlaşmaqdan ötürü köməkçi olmaq deməkdir. Yar və yavar. Ailədə izin və icazə olmalıdır. İzin və icazə nə deməkdir? İzin əvvəlcədən razılaşma, icazə isə görmək istədiyin anda olur. Yəni, izin əvvəlcədən razılaşıbsan, buna deyilir, hər hansı bir işi görməkdən ötürü, nə isə etməkdən ötürü əvvəlcədən razılaşıbsan, bu olur izin. İcazə isə yalnız o görmək istədiyin anda olur, buna deyirlər icazə. Allah cəmən müsəlman ailələrimizi qorusun. Allah müsəlman ailələrimizi möhkəm etsin. Allah müsəlman ailələrimizdə əməli salih övladların dünyaya gəlməsində özü ailələrə yar və yardımcı olsun inşallah. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.